İndi deyəcəyim resept sırf tort ustalarının reseptidir. Mütləq dəftərinizi götürün, yazın ya da videomu kayd eləməyi unutmayın. Takib atmağı isə heç unutmayın. Deməli, 7 ədəd yumurtanın üzərinə 1 stəkan dolu pesok əlavə edirsiniz. İkinci stəkan pesoku isə bax bu ölçüdə nə dolu olmasın, nə tam yarımçıq olmasın. Əlavə edirsiniz. Tam ağarıb, köpük halı alıncaya qədər çalırsınız. 2 stəkan un, 1 xörək qaşığı nişasta, 1 vanil, 1 qabartmanı ələyə əlavə edib əliyirsiniz. Birinci spatula yardımı ilə qarışdırırıq. Daha sonra isə kapron, yəni kauçuk çırpıcı ilə qəşəng bunu qarışdırırıq, topaqlar qalmasın. 4 xörək qaşığı su əlavə edirsiniz. Mən çay qaşığı ilə əlavə etdim. Ona görə 6 çay qaşığı etdim. 5-6 belə. İlıq su əlavə edib qarışdırırsınız. Bunu istəsəniz böyük çəmbərə bir dəfəyə əlavə edə bilərsiniz. İstəsəniz təxmini 22-20 diametrli çəmbərə də 2 dəfəyə əlavə edib ventilyator rejimində, sobanın ventilyator rejimində 160-da da, 170-də də və ya 150-də də pişirə bilərsiniz. Bu sobanızdan asılıdır. Mən 175-də, 170 arasında Beko firmasının sobasında təxmini 45 dəqiqəyə bişirirəm. Çox gözəl şişir, çox gözəl alınır. Mütləq takip etməyi unutmayın. Çox sağ olun izlədiyiniz üçün. Əminəm ki, yararlı oldu.